يفقهوا قولي لا حول ولا قوة إلا بالله العلي العظيم حسبنا الله نعم الوكيل نعم المولى ونعم النصير الحمد لله رب العالمين والعاقبة لأهل التقوى واليقين والنار للملحدين والعاصين والصلاة والسلام على رسول الله الأمين وعلى أهل بيته الأطيبين الأطهرين لا سيما بقية الله في الأرضين عجل الله تعالى فرجه الشريف وجعلنا من أعوانه وأنصاره واللعنة والنقمة على أعدائهم ومنكر فضائلهم أجمعين من الآن إلى لقاء يوم الدين آمين رب العالمين. أعوذ بالله من الشيطان الرجيم إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من ألف شهر تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر. تا söhbəti başlayam, söhbətimizi başlamamışdan əvvəl qəlblərimizi nurani eləyək, Peyğəmbər və Ali Peyğəmbərə salavat zikr eləməklə. Allahümmə salli əla Muhammed Ali Muhammed. Qədr gecəsinin mübarək Ramazan ayının 23-cü gecəsindəyik. Demək olar ki, Qədr gecəsinin proqramı bugün bağlanır. Bu vaxta qədər əhya saxladı, ibadət elədi, ziyarət okudu. Amma bugün o günlərdəndir ki, həm ağamız, Mövlamız Əlinin şəhadətindən 2 gün və ya bugündən 3 gün keçir, həm də ki, Əlinin məhbubi, həqiqi məhbubi olan Allahın mübarək, bərəkətli günüdür. Rivayətlərin çoxu şahiddir buna ki, Qədr gecəsi 23-cü gecədir. Ramazan ayının 23-cü gecəsi. Bu barədə rivayətlərimiz bizim çoxdur. Rivayətlərin olmağı bunu göstərir ki, bu gecə 100%-də olmasa 95%, 100%-ə yaxın Qədr gecəsi bu gecə olmuş olar. Təbiətən yenə bizim elmimiz naqisdir, bilmirik. Amma bu gecəyə həddən artıq rivayətlər varid olur ki, Qədr gecəsi bu gecədir. Mərhum Saduq deyir, Şiənin alimlərinin hamısının nəzəri budur ki, Qədr gecəsi ki, Peyğəmbər Allah Teala Qədr surəsini Peyğəmbərə nazil eləyib, bu gecədir. İmam-ı Həsən-i Əskəri əleyhissalam buyurur, əgər başqa gecələri ibadətlə keçirə bilməyibsizsə, 23-cü gecəni əldən vermir. Əgər biz o birisi 2 gecədə tənbəllik eləmişiksə, ibadətlərimizi layiqincə etməmişiksə, bu gecənin gərək qədrini bilək. Bu gecədə Allah eləməmiş, əgər əlimizdən kör-körənə çıxsa, bizim işimiz çətinləşir. Bu mənəyə çətinləşir ki, bilmirik gələn il bu gecəni dərk eləyə biləcək ya yox. Ona görə Allah böyük deyizin atır. Böyük rəhmət qapılarını atır bəşəriyyətin üzünə. Bu gecəni hər nə qədər biz sifətləndirsik, vəsf eləsik, dilimiz azizdir. Niyə? Bu günləri müminlərin, oruç tutanların, müsəlmanların üzünə Allahın minlərlə qapısı atılır. Allahın ən böyük mələkləri gəlib yer üzünə. Gəlib bəndələrin etdiyi ibadəti Allah Teala dərgahına aparar. Bu gecənin məxsus əməlləri var. Şeyx Abbasi Qumi deyir, başqa gecələrdə qüsul eləmək bir dənə qüsul lazımdır. Bu gecə 2 dənə qüsul lazımdır. Biri, gün baxan vaxtı ki, onun vaxtı keçirdir. Təqribən 8-in yarısından sonra. İkincisi, sübh azanından qabaqdır. Bazaran əgər adam olsa, ikinci qusli sübh azanından qabaq.
bu niyyətlə eləsin ki, əhya qüsül edirəm qurbətən ilallah. Bu iki dənə qüsulun olmağı bunu göstərir ki, Qədr gecəsi bu gecədir. Başqa əməllərindən biri budur ki, 100 rəkat namaza çox təkid olunur bu günləri. İnsan 100 rəkat namazı əda edir, 100 rəkat namaz qılar. 2 rəkat qılır, 50 dənə 2 rəkat. Sübh namazı kimi, azansız və iqamətsiz əs-salatla. Qədr surəsini 1000 dəfə oxumaq bu gecə müstəhəbdir. 1000 dəfə Qədr surəsi oxunar. İnsan eləyə bilən 1000 dəfə bu surəni, mübarək surəni tilavət edir. İmam-ı Zamanın duası ki, Allahümmə kulli vəliyyikədir, insanların dilində gərək bu gecə cari ola bu dua. Çox təkid olunur bu dua ki, İmam-ı Zamanın duasını bu gecə oxuyacaq. Salavat deyək. Allahümmə salli ala Muhammed Muhammed. Ənkəbut və Rum surəsi ki, Quranda 2 dənə surədir. İmam Sadiq deyir, hər kəs bu gecədə Ənkəbut və Rum surəsini oxusa, and olsun Allah beşdənlidir. 2 dənə surə ki, seçilibdir, Ənkəbut ilə Rum surəsi ki, Qurandadır. Hər kəs Quran oxumaya bacarsa, azı budur ki, o surənin birini oxusun. Hamil Duxan surəsi də nəql olunubdur. O surələrdə oxumaq müstəhəbdir. Müəyyən məsələlərə əsasən mən o proqramı saldırmadım irəli, amma bir adam eləyə bilə Quran tilavət edir, azı budur ki, bu surədən birini oxusun. Taşıb əzanına qədər oxuya bilər. Əhyası da həddən artıq təkid olunur ki, gün çıxana qədər əhya saxlayın. Gün çıxana qədər insan bu gecəni diri saxlayır. İmam Sadiq buyurur, 23-cü gecədə insanın bir illik proqramı hesablanır artıq. Bu yoldan sonra qayıdış yol yoxdur. Bu gecə insanın bir il başına hansı hadisələr gələr, Allah ona nəzir ruzi verər, övlad verər, var dövlət verər, ev verər, maşın verər, onu bədbəxt edər, xoşbəxt edər, düz yola çəkər, əyri yola çəkər, bu gecə də hesablanır bu. Kimin əliylə? Mövlamız 12-ci İmam əleyhissalamın əliylə. Muhammed İbni İmran adlı bir şəxsdir, İmam Sadiqdən soruşsun. Ağazam, bu gecənin bir illik proqramı kimin əliylə tənzimlənir, kimin əliylə imzalanır? Həzrət buyurdu ki, zamanənin sahibi olan İmam-ı Zamanın əliylə. Əbu Bəkir İmam Sadiqən soruşur, ağazam, o gecə ki, Qədir gecəsidir, ən çox ümidimizi hansı gecəyə bağlayaq ki, bilək Qədir gecəsidir, diqqət olun. İmam Sadiq buyurdu, Qədir gecəsi ya 21-dir ya 23. Əbu Bəkir istədi imam təyin eləsin hansı gündür, 21-ci gecədir ya 23. İmam Sadiq təyin eləmədi, amma bir dənə cümlə buyurdu. Buyurdu, ma əysərə ləylə təyin etdi ima təslub. Əbu Bəkir, 2 dənə gecə çox asandır. Əgər bir dənə mühüm hacətin varsa, istəyirsən bir işdən nəticə alasan, bu 2 gecədən ikisindən birini hesablamalısın. Təyin eləmədi, 21-dir ya 23. Amma dedi, istəsin bir dənə mühüm hacət və çatasan, hökmən gərək bu 2 gecədən birini hesablamalısın. Peyğəmbər Əkrəm axırıncı 10 gündə məxsusən bu gecədə ailəsinin üzünə, yaxanların da üstünə süsətirdi ki, bu gecəni qoymurdu yatmağa. Xanım Zəhra salamullah aleyha buyurur, məhrum və bədbəxt o insandır ki, bu gecəni yuxu ilə keçirlər. Həqiqətdə də bədbəxt o insan. Allahın rəhmətindən uzaq o adamdır ki, bu gecəni yatar, yuxuda olar. Qəflət yuxusu onu tutar. İkinci mətləb ibarətdir bundan ki, aya Qədr gecəsi Peyğəmbərin əhl-i beytindən gizlindür ya yox. Biz ki bilmirik Qədr gecəsi hansı gecədir, 19-dur, 21-ci gecədir ya 23. Görəsək imamlar da bunu bilmirmiş də. Cavab budur ki, dəqiq qulaq asın məsələyə. Cavab budur ki,
İmamlar Qədir gecəsini bilirlər. Nə əsasən? Əvvələn, ehtiyac yoxdur ki, Qədir gecəsini Allah Taala imamlardan gizlin saxlasın. Niyə? Allah bizdən, mən bunu birinci nömrədə dedim, Allah bizdən Qədir gecəsini gizlin saxlayıb, buna görə ki, bizim hamımızı təşə gətirər məscidə. 3 gecənin 3-ünü də təşə gətirər, ta ibadət edək, bəlkə o gecənin birində Qədir edib tapa bildik. İndi əgər mən tam deyəm, ay cəmaət, müjdə olsun sizə, Qədir 19-cu gün gecə imiş. 21-də gələn olmayacaq, burada deyəcək, Qədir gecəsini tapmışam, 19-da əməl eləmişəm. Axı, çünki bizim qəlbimiz, mənəviyyatımız o qədər yüksək deyil ki, 19-da eləyəcək əməllərini ondan da məscidasını bağlayarıq. Amma Allah Taala Peyğəmbərin əhl-i beytinə bu Qədir gecəsini anlaşdırıbdır. Çünki Qədir gecəsi ilə başqa gecələr Peyğəmbərlər, imamlar üçün fərq eləmirlər ki, imamlar hər bir vaxt Allahın ibadətindədirlər. İstər Ramazan ola, istər qeyri Ramazan ola. Bəli, Ramazan ayında Əli Əleyhisselamın ibadəti biraz da üstünlənirdi. İmam Zeynəl Abidin Əleyhisselamın ibadəti biraz da üstün olurdu. Peyğəmbərin öz ibadəti biraz da üstün olurdu. Amma onlar ki, Allahın o xəttindən kənara çıxmırlar ki, Qədir gecəsinin onlara məxfi ola. Bəs sualın cavabı budur ki, Qədir gecəsinin Peyğəmbərin əhl-i beyti bilirdi. Ehtiyac yoxdur ki, Allah Taala Qədir gecəsini onlardan gizlətsin. Allah Taala Qədir gecəsini biz bəşəriyyətdən gizlədir. Ta Allahın razılığın bu 3 gecədən birinə ehya eləməklə ələ gətirər. Məlum oldu bir cavab. İkinci məsələ budur ki, əslən Allah Taala bərəkətin yeryüzünə göndərir, əyniyə görə göndərir, imamlara görə bizə bərəkət nazil edir. Əgər olmasaydı 12-ci imam, bizəsən dünyada yoxdur. Ləvləl hüccə lətəxətil ərzu bi əhləha. Hədisdə var. Əgər yeryüzündə Allahın imamı olmasa, Allahın hüccəti olmasa, yer açılar, bütün bəşəriyyət hamısı gedər yerin altına. Allah Taala bərəkətinin, məğfirətin, bağışlanmağın bizə göndərir. Buna görə göndərir ki, əimmənin bu dünyada olmağına görə, Peyğəmbərin əhl-i beytinə görə bizə bərəkəti nazil edir. Ona görə də Allah Teala'ya ehtiyac yoxdur, onlardan Qədir gecəsini gizlin saxlayan. İmam Baqir İbni Əbi Ümeyrə buyurur ki, qulaq olsun, Qədir gecəsi deyir İbni Əbi Ümeyr, Qədir gecəsini biz bilirik hansı gecədir. Bizə gizlin deyil, biz bilirik hansı gecədir. Deyil, necə bilməyək ki, axı, Allahın mələkləri bizim ətrafımıza təvaf eləyirlər həmən gecədə. Deməli, Əimmə əleyhüməssalam, Peyğəmbər və onun əhl-i beyti Qədir gecəsini bilir. Biz deyirik, 3 gecənin birində mələklər nazil olur. Bilmirik ki, ha vaxtdır. Amma bunların mələkləri göründə, mələklər gəlib onların ətrafına fırlanır. Necə insanlar Kəbənin ətrafına fırlanırlar Allahın evinin, mələklər də gəlirlər Peyğəmbəri və onun əhl-i beytini ziyarət eləməyə. Peyğəmbər dünyadan gedir, amma qəbrinə mələklər ziyarətə gəlirlər. Peyğəmbərin diriliyi ilə ölülüyü fərq eləmir. Peyğəmbərin diriliyi eyni ilə onun ölülüyü kimidir. Necə? Diriliyində biz Peyğəmbərdən bir hacət istəsi bizə verə bilir, bu dünyadan da sonra hacət istəyəndə Peyğəmbər onu bizə əda eləyə bilər. Əslən gəlib, Allahın mələkləri gəlirlər, Peyğəmbərə və onun əhl-i beytinin ətrafına fırlanırlar. Məlumdur ki, bunlar Qədir gecəsini bilirlər. Məlumdur ki, bunlar bilirlər hansı gecədir. Amma bizə bəyan eləmirlər. Niyə? İmam Sadiq mənlə səni çox gözəl tanıyır, özümüzdən yaxşı tanıyır. Bilir ki, bu şiələr, bu müsəlmanlar o həddə deyirlər ki, hər gecəni ibadət itaətlə keçirdələr. İnsanın maddəsi və insan sözünün maddəsi nisyandandır. İnsan hər bir şeyi unudub, yaddan çıxardır. Onlar bilirlər ki, biz hələ o məqamda deyilik ki, əgər təyin olunsa gecə bizə, o gecə təyin olunsaydı bizə, biz onu ibadət eləyərdi və ondan sonra da ibadətindən qutarardı. Həzrəti Əlinin sözüdür. Buyurur cəmaət, Allah sizə lütf eləyib Qədir gecəsini sizə gizli saxlayıbdır.
Yəni, deyib, ey insan, 3 gecənin içində otur, ibadət elə. Mən fəzl-i kərəmini vermişəm, rəhmət qaplarını açmışam, üçündən də istifadə elə. Da qiyamətdə həsrət çəkərsən, ilahi. Bəs niyə? Analar orada, bacılar saçıya riayət edir. İlahi, niyə bəs mən Qədir gecəsinin fəzilətini başa düşmədim? Qiyamətdə də o həsrəti çəkəndə təəssüflənərsən, onda faydası yoxdur. Amma bu 3 gecədə Allah Taala mələklər göndərir. Bundan başqa hədislər var ki, mən özüm qeyd eləmirəm. Bəzi hədislərdə var, əslən Cəbrəil özü qanatlarını açır burada, əhya saxlayanların ayağı onun qanadı üstündə olsun. Peyğəmbər buyurur özü, buyurur, Qədir gecəsinə iman gətirir. Soruşurlar, niyə? Buyurur, həmən gecə Əli və Əlinin övladlarının gecəsidir. Sizə baxın, Qədir gecəsi aiddir Əliyə və Əlinin övladlarına. Məlumdur ki, Əli və Əlinin övladları 12 imam Qədir gecəsini bilirlər hansı gecədir. Əslən bəzi hədislərdə var, bu gecəni Allah Taala Fatimənin şəninə nazil edir. Namaz gecə. Allahümme salli ala Muhammed ali Muhammed. Həzrət-i Zəhranın batı var bunun, mən məsələn uzun olmağını özür demirəm. Bu gecə Zəhra gecəsidir. Bu gecə Fatimənin şənindədir. Niyə ki olmasın? Bir xanım ki, həm bu dünyanın, həm ahirət evinin xanımlarının xanımıdır. Bir xanım ki, Quranda bir surəsi onun haqqındadır, başqa yüzlərlə ayə onun haqqında gəlir. Niyə Allah Taala bu gecənin birini Zəhraya mənsub eləməsin? Məlumdur ki, imamlardan əlavə Həzrət Zəhra da bilir bu gecə hansı gecədir. Muhammed ibn Yusuf adlı bir şəxs atasından nəql eləyir. Atası da İmam Muhammed Baqirdən nəql eləyir. Zühəni adlı bir kişi Peyğəmbərin yanına gəldi. Ya Rəsulallah, mən Mədinədən kənarda yaşayıram. Mədinədən kənarda yaşayıram, hər vaxt sənin yanıma gələ bilmirəm. Gəlib sənin yanında mən namazı cəmaata dayana bilmirəm. İşim çoxdur mənim. Mənə bir dənə gecəni müəyyənləşdir, bir vaxtı müəyyən elə, mən həmən vaxt gələm sənin huzurundan feyz kəsb eləyəm. Huzurundan, xidmətindən istifadə eləyəm. Peyğəmbər Cühənnini çağırdı yanına. Qulağına bir dənə söz dedi. Deyirlər, ondan sonra Cühəni adlı şəxs hər il Ramazan ayının 23-cü gecəsində gəlirdi Mədiniyə. Qoyunların, çobanların, qulamların, qulların saxlayırdı Mədinənin kənarında. 23-cü gecəni ibadətlə, itaətlə məşğul olurdu, ondan sonra Mədinəni tərk eləyib gedirdi. Pəs məlumdur ki, bu gecənin təidinə gətirəm ki, bu gecə o qədər qüvvətli gecədir ki, Cühəni adlı şəxsə Peyğəmbər bu gecəni tanıtdırmışdı. Yəni buyurmuşdu ki, Cühəni, istəyirsən bir dənə günü sənə mən, əlbəttə onun qulağına demişdir məsələni. İstəyirsən sənə mən müəyyənləşdirəm hansı gün gəlib mənim feyzimdən, məndən istifadə elə, o bu gecədir. Ona görə də Zühəni ömrünün axırına qədər 23-cü gecədə gedirdi, Peyğəmbərin yanında namaz qılırdı, həmən gecəni ibadətlə getirdirdi. İmam Sadiqdəndir hədis, buyurur, xoş olsun o bəndənin halına ki, bu gecəni ehya eləyək, bu gecəni yatmayaq, bu gecəni rükuda olaq, bu gecə alnın qoya möhürə səcdədə olaq, bu gecə günahların gətirə gözünün qabağına, günahlarına görə ağlayaq. Bəzən görürsən, insan deyir, mən ağlaya bilmirəm. Cavabı verilir bunun. Və mə cəsbətil dumur, illə li qəsbətil qulub. Və mə qəsbətil qulub, illə li kəsrətil zünub. Buyurur, gözün ki, insanın gözündən yaş gəlmir, bu onu göstərir ki, insanın qəlbi bərkdir. Hər kimin qəlbi bərkdirsə, daş kimidirsə, onun gözündən yaş çıxmaz. Niyə? Qəlbin də bərkliyinin səbəbi günahın çoxluğudur. Hər nə qədər insan çox günah eləsə, qəlbin biraz da bərklədir. Qəlb də ki, bərk oldu, belə təzliyyədə ağlaya bilməzsən ki. Qəlb bərk olanda Allah qorxusundan yaş tökə bilməzsən ki. İmam Sadiq buyurur, çalış bu gecə gözündən bir damcı yaş tök. Bu gecə gərək insan xəzalət dəymiyə.
Bu gecə gərək çəkilərsən xəlqata. Bu gecəni əlimdən verdim, vallahi böyük biz sərmayə əlimizdən veririk. Bu gecəni əldən vermək bənzər buna ki, imam durub orada qapını açıb deyir, kim istəyir mənim bayrağımın altına gələr? Bənzər buna ki, biz deyirik, yox istəmirsən bayrağın altına gələr. Bu gecənin feyzindən qəflətdə qalmayaq. Bu gecə mənə iltiması dua eləyirlər, çox deyirlər. Hər kimin hazreti var, zamanı bu gecədir. Bu gecədə Allah Teala qəlblərdə təsərrüf eləyir. İndi məsələn birinin başqası ilə problemi var, sən əgər dua eləsin, Allah Teala onun qəlbi ilə lütf salar, Allah onun qəlbini dəyişər. Əgər səninlə problemi olsa, səhərsiz gün sənə yaxınlaşar. Bax, bu gecənin yeridir. Bu zaman o zamandır. Əlləmi Təbatəbagi Allah rəhmət eləsin. Əl-Mizan kitabında İbn Abbasdan nəql eləyir bu rivayəti. Deyir, İzâ kânə leylətul qədr, elə ki qədir gecələri nazil olur, tənəzzələl mələikətü əlləzînəhum sidrətül müntəhâ. Qulaqsın, sidrətül müntəhâda olan mələklər. Sidrətül müntəhâ bir dənə yerdir, Cəbrailin yeridir. Böyük mələklərin yeridir, adıdır Sidrətül müntəhâ. Əli Əleyhisselam məsciddə xutbə oxuyurdu. Bir nəfər gəldi, soruşdu, ya Əli, de görün mən kiməm? Qulaq mənə. Dedi, ya Əli, de görün mən kiməm? Əli Əleyhisselam gözünü qaldırdı yuxarı. Dedi, əntə Cəbrail, sən Cəbrailsən. Dedi, hardan bildin? Dedi, Sidrətül müntəhâya baxdım, gördüm orada deyirsən, məlumdur ki, mənim yanıma gəlirsən. Sidrətül müntəhada olan mələklər, yəni Allahın ən yaxın mələkləri, Allahın əzəmətin başa düşən mələklər bu gün gəlirlər yerlərə. Böyük məsələdir bu valla. Nə üçün gəlirlər? Əllərində bayraqlar var. İbn Abbas deyir. Əllərində bayraqlar var. O bayraqlardan biri vururlar, Peyğəmbər deyir mənim qəbrimə. Boş gəlmirlər bizim yanımızda. Neçə dənə bayraq gətirirlər özləri ilə. Bu bayrağın birini vururlar Peyğəmbərin qəbrinə. Birini vururlar Beytül-Müqəddəsə. Beytül-Müqəddəs bizim əvvəlki qibləmiz. Birini vururlar Məscidül-Hərama. Birini də vururlar Tur-i-Sinaya. Tur-i-Sina Həzrəti Musanın Allah ilə danışdığı yerdir. Qulaqsın. Sidrətül-Müntəhada olan mələklər bütün möminlər, mömin kişilərə və mömin xanımlara salam verirlər iki qrupdan başqa. İki qrupa salam vermirlər. Kimlərdir o iki qruplar? Bu gecə Sidrətül-Müntehadan gələn mələklər mömin kişilərə, mömin xanımlara salam verirlər, iki qrupa salam vermirlər. Kimlərə? Şərab içənlərə, doğuz ətindən istifadə edənlərə. Bunlara salam yoxdur bu günləri. O adam ki, əgər Allah eləməmiş bu günə qədər bu iki günaha mürtəkibdir, tövbə eləməsə çətindir işi. Allah mələkin də salamından uzaqda qalır. O adam ki, əgər evində bu məsələni övladlarına öyrədir, iki tərəfli günahı var onun. Bir ata ki, balası həddi buluğa çatanda o yola tərəf yönəldir onu, iki dənə qiyamətdə əzab gözləyir onu. Bir əzab özünə görə, öz etdiyi işinə görə, bir də öz balasını düzgün tərbiyə etməməsinə görə. Bir adam ki, uşağının məscidə gəlməyindən qabağını alır, bənzəyir o adama ki, Peyğəmbər elə bir qabağını alırsan. Peyğəmbər yolla yürü, çəkirsən onun yolu. Bir adam ki, mani olur, deyir, ged otu indi, barda, çayxanada gəlmə bura, bənzəyir buna ki, Əli Əleyhisselamın qabağını alırsan. Bənzəyir o ana ki, Əlinin qonağın qapından qaytarırsan. Dördüncü məsələ ibarətdir bundan ki, niyə bəs biz bu gecəsində yığılmışıq bir cəmiyyəti bura? Niyə bəs gündüzdə cəmiyyət yığılmır? Qədir gecəsinin gündüz niyə keçirmirik? Cavab budur ki, Qədir gecəsinin gündüzünün də fəziləti var, gündüzünün də səvabı var. Amma gecə neçə dənə səbəbə görə üstünlüyü var. Birinci budur ki, gecə vaxtı riya az olur. Bu məniyə ki, mümkündür gündüz biri deyə, mən məsələ getmirəm, biri mənə deyər ki, buna baxın, məsələ dəhlidir. Və yaxud insan özün başqasına göstərməkdən ötürü gələ bura. Siz ki, inşallah bura hamız xalis niyyətinə gəlibsiniz.
Gecədə Allah bütün kainat yatıb gecədə. İndi Allahı al gözünün qabağına, çün riya azdır bu gecədə, ona görə Allah təbarək və teala bu gecəni seçir. İkinci məsələ budur ki, gecədə təbiətin nuru gedir. Sübh gedir, günorta gedir. Təbiət getdikdən o təbiət ki bizi alladır, ha gözəlliklərlə, dünya ki bizi gözəlliklərlə alladır, onlar da yoxdur. Əvəzində bir dənə nur gəlir, hardan gəlir? Mələkut aləmindən. Allah Teala bu gecədə bir nur göndərir, mələkut aləmini biz bilmirik hansı aləmdir. Bizim ağlımız çatamaz ora, hansı aləmdir. Amma bu qədər aləmdir ki, mələklərin yeridir. Elə bir aləmdir ki, ancaq bəzi mələklər orada neçə illərdir rükû halındadır. Bəzi mələklər var, neçə illərdir səcdə halındadır. O cür aləmdən bizə bir dənə nur gəlir. Həmən nuri ki, Həzrəti İbrahim Peyğəmbər deyirdi, Sübbuhun Quddus. Həmən nuri ki, Şeyx Abbas-ı Qumi ağzında onu o zikri deyəndə nur gəlirdi, Allah elə bir nur göndərir bu gecə. Gündüz gedir, o nur gəlir. Buna deyirlər vəhyani nur, Allahın, rəhmani nur, Allahın nuru. Ona görə gecədən nur gəldiyi üçün gecə seçilirdir. Üçüncü məsələ budur ki, gecədə Allah Teala göylərdə ulduzlar qərar verir. İnsan ulduzlara baxanda fikri özündən yuxarısına gedir, aşağı getmir. Hər bir insan, nadan insanda olsa ulduza baxanda Allah'ı xatırlayır. Ona görə Allah Teala gecəni seçir. Laf axır məsələ budur ki, gecə odur ki, gecəyə qədər biz çalışırıq. O malı ora atar, o mal dünya ilə bizim işimiz. Onu belə elə, o dükkanın qapısına at, dünya malına görə get, bazara get, bazara çıx, nə bilim, səfər elə. Gecə gələndən sonra istəyirsən evdə gələsən da o dünyanın mallarından biraz uzaqsan. Əlbəttə, bədbəxt insanlar vardır, gecəni də o işə həsr eləyir. Yatmır, 7 saat, 8 saat hesab kitab aparır özü ilə. Dünya malının hesab kitabını aparır. Amma əksər insanlar belədir ki, dünya vaxtını Allah Teala deyir, mən gecəni sizlərə sükunət qərar vermişəm, o gecədə sakit olun, aram olun. Ona görə də Qədr gecəsi üçün bu gecəni seçirlər. Başqa məsələ budur ki, Allah Teala bu gecədə bizə bir dənə ruhumuza lətiflik verir. Ruhumuza lətiflik verir ki, bizim ruhumuzu gecənin o nuru ilə lətafətləndirir. Ruh olur lətif, ruhdakı lətif oldu, Allahın həqiqətlərini tez dərk eləmək olar. Bu gecə barəsində. Birinci söhbətin birincisi saatdır. İkinci hissə ibarətdir bundan ki, keçən söhbətdə dedik, Allahla dost olmağın neçə dənə yolu var. Birinci, Allaha insan ürəyini saflaşdırmaqla yaxınlaşdıra bilər. Coşan Kəbirdə oxuyuruq. Ya ənisəl əsfiya, ey saf insanların dostu olan Allah. Onun izahını dedik. Tövbənin vasitəsilə ki, söhbəti olundu. İkinci məsələ Allaha yaxın olunmağın ikinci yolu budur ki, zikr vasitəsiyləndir. Peyğəmbər deyir, məni meyraza aparanda gördüm cənnətin qapısında 3 dənə sətir yazılır. Birinci sətir budur. Bismillahirrahmanirrahim. Ənəllahu la ilahə illa ənə səbəqət rəhməti qavədi. Deyir, yazılıb Bismillahirrahmanirrahim. Mən Allahdan başqa bu dünyada Allah yoxdur. Mənim rəhmətim qəzəbimə nisbət üstündür. Yəni Allah, Allahın rəhməti qəzəbinə nisbət böyükdür. O yerə qədər ki, insan elə bir iş görməyək ki, Allahı həddən artıq qəzəbə gətirər. İmam Zeynəl Abidin buyurur, təəccüblüdür burasında deyil ki, deyir filan kəs namaza gəldi, nəcət tapdı. O adamdan təəccüb edin ki, Allahın rəhməti böyük ola insan həlak olar. Təəccüblü o insandandır. Zikr odur ki, insan qəlbən və dildə Allahı həmişə yad edir. Peyğəmbərdən bir hədis buyurur, Ma min saətin təmurru yəbnə Adəm ləm yəzkurullaha fiyha illa xəsrə yevməl qiyamə. Qulasın, qiyamət günündə ən ziyan çəkən şəxslər o adamlardır ki,
Allahın günləri, zamanı, saatı keçə, insan o saatda Allahın zikrini eləmir. Mühüm zikirlərdən var. 7 dəfə La havlə və la quvvətə illa billah əl-əliyyil əzim. İnsan zikirləri yaddan çıxartmıyor. Bu zikirləri deyək. Subhanallah və elhamdülillah. Peyğəmbər buyurdu ki, hər kəs bir dənə Subhanallah desə, behişdə özünə bir dənə yer tutuldu. Bir dənə ev tikib behişdə. Biri çıxdı, ya Rasulallah, gündə zikir deyirəm, onda mənim orada milyon dənə evim var. Dedi, bəli, milyon dənə ev tikə bilərsən orada. Amma o milyon dənə evi bir saniyədə oxtayıb yandıra bilərsən. Bir dənə birinin qeybətini eləməklə milyon dənə evin getdi özünə. Yandı getdi. Allah'ın zikrini yadımızdan çıxartmayaq. Allah'ı hər zaman, hər yerdə, hər məkan yad eləyək. Məxsusən bu gündə. Həzrət Əleyhisselam buyurur, "Əz-zikru miftahul uns." Zikr dostluğun qapısıdır. İstəyirsən Allahla dost olasan, gərək onu yad eləyəsən. İmam Sadiqdəndir hədisdir, Peyğəmbər Cəbrailə buyurdu, Cəbrail, məni moizə elə, mənə ibrətli sözdür, mənə yaxşı sözdür. Cəbrail Peyğəmbərə 3 dənə söz deyir. Qulaq olsun. Buyurdu, ya Rasulallah, İş maşir fə innəkə məyyitun. Hər nə qədər yaşayırsan, yaşa, axır bu dünyadan gedərsən, dünyayı dəyişərsən. Əgər dünyada qalmalı adam olsaydı, Peyğəmbər özü olardı. Bütün kainatdan üstündür, bütün məxluqatdan üstündür. Peyğəmbər də dünyasını dəyişdi. Mətə təstəqizunə min nəvmikum ya qafilun. Deyir, nə vaxt qəflət yuxusundan oyanacaqsınız, ay bəşər? Nə vaxt özünüzü qiyamətə yaxınlaşdıracaqsınız, qiyamətə görə özünüzə azuqə göndərəcəksiniz. İndi biri durub, əgər buradan uzaq bir dənə şəhərə getsə, o şəhərə getməyə görə özü üçün azuqə götürür, yol tədarükü eləyir. Əli Əleyhisselam 1000 rəkət namazı ilə 1000 rəkət namaz qılandan sonra buyururdu, ah, ah, min qilləti zat və bu'di tərik. 1000 rəkət namazdan sonra deyirdi, ilahi, etdiyim ibadət azdır. Görürəm ki, az azuqə göndərirəm özüm üçün mən. Elədiyim ibadət çox azdır. Və bu'di tərik, yolum uzundur. Qiyamətin bir günün uzunluğu 50.000 ildir. Quran deyir, kanə miqdaruhu 50.000 sənə. Qiyamətin bir günün uzunluğu 50.000 ildir. Biz o 50.000 ilə bir gününə nə qədər özümüz üçün əməllər göndərmişik? Nə qədər əməl eləmişik qiyamətə? Nə qədər özümüzü hazırlamışıq? Meyyitdir. Əgər mümin meyyit olsa, elə ki onu yerə qoyarlar, yer Allahın izni ilə danışar. Deyər, xoş gəlibsən. Möminə deyər, xoş gəlibsən. Səfa gətiribsən. Sən o adamlardansan ki, mən istəyirəm mənim üstündə yol gedirdin. Sənə yer deyir, sənə indi mən bir dənə töhvə verirəm. Deyir, qəbrə ki qoydu, mömin üçün o qədər geniş olar ki, elə bir dənə gözəl bir yerdə, geniş yerdə istirahət edir. Həman o qəbir ki, dar qəbir qazırıq, biz möminə, müsəlmana. O dar qəbir genişlənər, mömin üçün olar, böyük bir dənə yer oturar orada. Amma bir dənə fasik, günahkar, Allahın fərmanından çıxan şəxs, orucluqda bilərəkdən, orucun yiyən, namazın qılmayan bilərəkdən və bu söhbət gələndə də deyir, qutar bu söhbəti, az orucdan, namazdan danış, sən işin qutarıb, sözün qutarıbdır. Belə bir adam bu ayda dünyadan getsə, yer ona nə deyər? Xoş gəlməyəksən, səfa gətirməyəksən. İstəmirdin mənim üstündə gedəsən, sənin ləyaqətin yoxdur mənim üstündə yeriyəsən. O qədər sənə indi deyir, əzab verirəm, deyir, o qədər qəbirdə onu sıxar, insan 2 dənə böyrək itər bir-birinə. Bunlar kimlər üçündür? Bunlar o adamlar üçündür ki, eşidir sözü, bu qulaqdan alır, o qulaqdan çıxardır. Əziz qardaşlar, analar, bacılar, bu sözdən ibrət alaq. Əgər bu sözlərin hamısını mən bir kəlmədə xülasə eləyirəm. Bu günləri namaz qılmayan adam, istər kişi ola, istər qadın ola, qız ola, oğlan ola, tövbə elə gəl namaza. Tövbə elə gəl namaza, gəlməsin bu günləri sonra gəlməyəsən. Gəlməsin Ramazan ayından sonra şeytan qoymayacaq sənə, asıla bu qabı gəlib girəsən. Bugün gəlibsən, böyük fürsətdir. Böyük fürsətdir ki, Allahın
evinin qapısını açıbsan, gəlibsən, tövbə ilə namazla başla. Abdullah İbni Zulbizadə o adamlardandır ki, asası, anası müşrikdir. Qoymurdular onu müsəlman ola. Abdullah İbni Zulbizadə müsəlman oldu. Müsəlman olduğuna görə Allah atası dedi ki, sənə heç mən iş də verməyəcəm. Qoymurdular xalsa, indi o vaxtda xalsa yoxdur. Bunlarsa bir dənə bir şey sərə onun üstünə namaz qıla. Bizadə ərəb dilində o köhnə kilimə deyirlər. Kilim ki, o xalsadan yəni qabaqda üstlərdə kilim olubdur. Evə döşəməkdən durur. Abdullah ibn Zülbizadə 2 dənə kilimi götürürdü. Paltarlarını da qoymurdular, paltar da vermirdilər ona. Birin özünə bükürdü, birin də neçə kilometr uzaq yol gedirdi, orada qoyub namaz qılırdı. İndiki evlərdə şükür Allaha şərait var. İndiki bu boyda məscid var. Əgər bu məscidi qoyduğu biz adamsız, hamımızın əleyhinə qiyamətə şikayət edəcək. Qurandır şikayət edən, rəqdə qalan Quranlardır şikayət edən. Boş məscidlərdir qiyamətdə şikayət edəcək ki, qapısı açıq oldu, amma gəlib burada namaz qılan olmadı. Peyğəmbər buyurur, elə ki məyyiti aparırlar bu dünyadan aparanda, ruhu onun bədənin üstündə nida edir. Biz eşitmirik o sözü. Biz bir dənə elə onu bilirik ki, dəfn ki oldu ya Allah, getdik məclisinə. Gedib pul yazdırdın, ehsanından yedim, tartıb getdiyənə. Amma İbrahim İbni Ədhəm buyurur ki, sizin dualarınızın qəbul olmamağına səbəb odur ki, birini bastırırsınız, amma ondan ibrət almırsınız. Öz əli ilə kəfənlədin, dəfn elədin. Fikirləşmirsən ki, bu qəbir bir gün mənsində var. O adam ki, gedir, görəsən əli dolu getdi oraya, əli boş getdi. Bu günün biri mənsində var. Niyə bəs mən özümü bu səfərə hazırlamayayım? Peyğəmbər deyir, insanın ruhu durur onun cəsədinin müqabilində. Nə deyir? Ya əhli ya buldi, ey mənim ailəm, ey mənim uşaqlarım. Dünya sizi allatmasın. Necə ki, dünya məni allatdı. Ne istəyir ha bunu? Necə ki, dünya məni allatdı. Halalından, haramından qazandım. Əli boş gedirəm indi. Yiyənlər qaldı. O dünyada zəhmət qaldı mən üçün. O birisi hədisində buyurur, Allahın bir mələki ki, mələkül mevt deyərlər ona, yəni Həzrəti Əzraildir. Allah vəkil eləyib canları almaqdan ötürü. Deyir, əhli qəbirdən soruşar, qəbrəstanlıq əhlindən Əzrail soruşar. Deyərsiniz ki, dünyası dəyişibsiz, bura gəlibsiz, qiyaməti görübsüz, qəbir evini görübsüz. Nə arzulayırsınız? Nə demək istəyirsiniz? Bizə sözünüz nədir? Onlar gör nə deyərlər, qulaqsın. O tərəfdə sakitliyə riayət edin, bacılar, analar, sakitliyə gözlün. Onlar deyərlər ki, biz buradakı olan möminlərə qibdə eləyirik. Niyə? لِأَنَّهُمْ يُسَلُّونَ وَلَا نُسَلِّ. Onlar namaz qıldılar, biz namaz qılanlardan olmadıq. Onlar zəkat verdilər, biz zəkat vermədik. Onlar oruç tutdular, biz tutmadıq. Onlar kasıblara, fəqirlərə sədəqə verdilər, köməkli elədilər, biz eləyə bilmədik. Azizən buyururlar, cəmaata deyin, belə bir gün üçün özlərini hazırlasınlar. Təəssüflənirik, təəssüflənməyimizin də heç bir faydası yoxdur. Artıq oradan da qayıdıb bu dünyaya gələ bilməyəcəksən. Deyərsən Allah 2 rəkət namaz qılmağa mənə icazə ver. İnsan o qədər, belə deyək, orada da o həyatından istifadə edir. Allah Teala dedi, vaxt vermişdim sənə, fürsət vermişdim. Bən niyə qılmadın orada? Əgər qılsaydın, burada əməlin xeyrini görərdin. Amma indi ki qılmayırsan, sənə qayıdış yolu yoxdur. Pəs birinci Peyğəmbərə Cəbrail buyurur, ya Rəsulallah, nə qədər yaşayırsan, yaşa, axır bu dünyadan gedərsən. İkinci budur, ya Rəsulallah, hansı əməli eləyirsən, elə o əməllə qiyamətdə görüşərsən. Bir nəfər gəldi Peyğəmbərin yanına, dedi, ya Rəsulallah, mənə Quran öyrət, istəyirəm Quran öyrənəm. Peyğəmbər sahabələrindən birinə buyurdu ki, buna bir dənə Quran öyrədin. O da Qurandan açdı, Zəlzələ surəsini öyrəndi. Ta gəldi bu ayəyə. فَمَنْ يَعْمَلِ مِسْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ وَمَنْ يَعْمَلِ مِسْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ. Hər kəs bu dünyada kiçik bir xeyr işdə eləsə, qiyamətdə onun əcrin və muzdun görəcək. Hər kəs bu dünyada o
toz var, toz qədər də pis iş görsün, qiyamətdə onun iqabın kötəyin görəsən, Allah Taala onu sənə əzablandıracaq o pis işə görə. Bu ayəni işlən kimi bağladı Quran, dedi mənə bəsdir. Peyğəmbər buyurdu, həqiqi Quran ölkənən bax belə olar. Görün, 2 dənə ayə bunu nəzir dəyişdirdi. Dedi, madam ki, mən toz qədər kiçik bir işimin, o dünyada yaxşı işimin xeyrin görərəm, pis işimin də əzabını görürəm, mənə bəsdir Quran. Qiyamətdə olar bəzi adamların əməl dəftərin onların sağ əllərinə təqdim edirlər, sağ əli ilə əməl dəftərini götürər. Sağ əli ilə dəftərlərini götürəndə onlar deyirlər, cəmaat gəlin, görün nə cür mənim sağ adamlarına, o adamlardır ki, onların yaxşı əməlləri var, əməlləri gözəldir. Onlar o əməl dəftərlərini alandan sonra başıqda şəkildə deyirlər, gəlin baxın mənim əməl dəftərimə, görün nə qədər gözəl əməllər qeyd olunub burada, nə qədər savab işləri yerinə yetirmişəm. Amma o adamın ki, üzü qaradır, günah əhlidir, fisk əhlidir, əməl dəftərində günahdan başqa, qaranlıqdan başqa, çirkinlikdən başqa heç bir şey yoxdur. Başın salar aşağı, başın aşağı salanda deyər, İlahi, şəhid bu da əməl dəftəri mənə verməydin. Bu nədir əməl dəftəridir ki, kiçik və böyük əməllər hamısı burada qeyd olunub. Heç bir əməl yaddan çıxmayıb, Allah Taala bütün pis və yaxşı işləri burada nə eləyir? Bütün əməlləri qeyd eləyir. Sən salavat istəyirəm. Allahümmə səlli əla İnsan gərək bilər. Bir dənə məsələ ki, insan ki, günahı kiçik saniyə, bəzən olur insan, görürsən, ictimada günahı yayır. Başqıdır 5 nəfəri, 10 nəfəri yığır başına, onların arasında bir dənə günah yayır. Bunun qiyamət əzabından əlavə bu dünyada da əzabı var həmən şəxsin. Qurandır, Quran buyurur, o şəxslər ki, istəyirlər pis işləri cəmaatın aralarında yayarlar, onun bu dünyada hələ bir dənə əzablı, bir dənə dərd gözləyir. Bir də görsən 5 nəfəri, 3 nəfəri, mətlə gətirməkdən apardı, oturtdu yerlərdə, qeyri-əxlaqlı yerlərdə, tabularını da bu yola çəkər, bu yolu öyrədər. Peyğəmbər buyurur, ilahi sənə pənah aparıram hiləgər dostdan. Hiləgər dost o dostdur ki, insanın yaxşı işin görəndə onu gizlədər, pis işin görəndə nə eləyər? Onu yayar. Bax, hiləgər dost ona deyirlər. İnsanın pis işin yayır, yaxşı işin nə eləyir? Gizlədir. Bu hədisi də oxuyuram, söhbətimin bu ikinci hissəsində qısaram. Buyurur, müsəlman üçün 3 dənə dost var, qulaq olsun mənə. Birinci dostu, orada xahiş olunur, sakitlik gözlün. Ay analar, bacılar, sakit olun orada. Söhbətə qulaq asın. Bu sözlər Peyğəmbərlərin əhl-i beytin sözüdür. Söhbətə qulaq asmayan söhbətə hörmətsizlik eləyir, Peyğəmbərə hörmətsizlik eləyir. Belə bir iki söz deyildir. Müsəlman odur ki, müsəlmanın 3 dənə dostu var. Birinci dost o dostdur ki, həm ölülüyündə, həm diriliyində insanla dostdur. O kimdir? İnsanın əməlləridir. Həm bu dünyada insanla dostluq eləyir, həm ahirətdə insanla dostluq eləyir. İkinci dost o adamdır ki, insanın qəbr evi ilə qəbrə qədər insanla dostluq eləyir. O kimlərdir? İnsanın övladlarıdır. Görürsən bir dənə övlad, ata qəbrə qoyulandan sonra özün ata qəbrə, ağlayır, sığırır, bağırır, ondan sonra elə orada da qalır, tutarır. Deyir, ataran özünü qəbrə, atıbsan özünü qəbrə. Hey. Bəzi dost, üçüncü dost da o dostdur ki, çox vəfasız dostdur üçüncü dost. O dostdur ki, qəbrə qədər də getirir, bu dünyada insanla dostluq eləyir, insan var dövlətidir. Görürsən bu dünyadan gedəndə axırıncı model maşını da ondan dəfn eləyərlər. Ən güclü telefonun 2000 dollarlıq, 1000 dollarlıq telefonu da ondan dəfn eləyərlər. Xeyr, onu aldın, qaldı o varsızın üçün, istifadəsini var eləyəcəklər, maşını o sürəcək. 3 mərtəbəli binondan hansını sən aparıb özlüylə dəfn eləyirsən? Məxsusən ki, xanımlardan sakit duran, səsi çıxmayan məclisin axırına kimi hər kəsinin hacətinin qəbul olmaqlığına salavat deyəyim. Allahümmə səlli əla Muhammed və aleyh. Özünüz bilin, səsi çıxanlara aid olmadı. Üçüncü dost, ən soruşurlar,
ən səmimi dost, ən yaxın dost hansı dostdur? O dostdur ki, insanın əməlidir. İnsanın əməli həm burada insanı qoruyur, həm ahirətdə qoruyur. Ahirətdə əməl insanın köməyinə gəlir. Ahirətdə qəbr ki, insanı, zülmət qəbri insanı tutur, bir də görürlər, baş tərəfdən bir dənə nur gəlir. Buyurur, qorxma, filanı, mən gəlib bu günləri sənə nur saçaram. Soruşur bəndə, sən kimsən? Deyir, mən namazam, qıldığım namazam ki, nur kimi gəlmişəm, qəbri sənə işıqlandıram. Sağ tərəfdən görürlər, bir nur gəlir. Soruşur, sən kimsən mənim köməyimə gəlibsən? O da deyir, mən də sənin orucunam. Bir ay oruç tutdun, gəlmişəm sənə nur saçam, qəbri sən üçün işıqlandıram. Sol tərəfdən nur gəlir. Sən kimsən, sən nəyin nurusan? O da deyir, mən də xumsam. Xums verdin. Malından artığın, ticarətçiydin, xumsun verdin. Gəlmişəm, indi sənin qəbri nurlandıram. Zəkat gəlir insanın ayaq tərəfindən, bir nurdur. Soruşurlar ki, sən kimsən? O da deyir, mən zəkatam. Bir ton buğdan oldu, artığından onun zəkat verdim fəqirlərə, miskinlərə, çatırlara. Gəlmişəm, indi qəbrivə sənin nur satsam. Amma əgər namazın yox, orucun yox, ondan sonra xumsun yox, zəkatın yox, məscid əhli deyilsən, müminlərə hörmətin yox, günah əhlisən və başqasında günaha çəkirsən, işin budur, ömrünün axırına qədər də bu yolda davam edirsən, o nurlardan ümidi vur. Elə nur gözləməyəcək səni. Daha qəbrin biraz da zülmətli olacaq, biraz da qaranlıq olacaq onda. Namazın yoxdur ki, namazdan köməklə gələr. Orucun yoxdur ki, köməklə gələr sənin oruc. Cəhənnəm əhlinə deyərlər, ma sələkəkum fissəqər. Axı nə oldu, cəhənnəmə gəlib düşdürsünüz? Bəzi adamlar vardır ki, deyir, namaz qılanlarla, qılmayanlar qiyamətdə görüşərlər. Namaz qılanlar, qılmayanlardan soruşar ki, nə bais oldu ki, Allah sizi cəhənnəm otunda yandırır? Quran ayəsidir. Onlar belə deyirlər, qalu, ləm nəkum minəl musəllim. Namaz qılanlardan deyildik biz. Və ləm nəkum minəl muslimin. Taam verənlərdən deyildi, pulumuz vardı, fəqir görürdük, kafir görürdük, kömək eləmirdik. Üçüncü səbəb də budur ki, və nəxuzu məəl xaizin. Biz o adamlardandır ki, harda batil məclis vardı, harda pis qeyri-əxlaqi məclislər vardı, orada oturardıq. Onlar baş oldu, bizi cəhənnəmə gətirib saldı. Əgər orada oturub o qeyri-əxlaqi şeydən istifadə eləməzsin, sənin orada oturmağın günahdır. Onların işini təsdiqləməkdir sənin işin. Bir məclisi ki, orada cürbəcür haramlar vardı, bir məclisi ki, Ramazan ayın hörmətin gözlənir, mübarək bu gecələrdə Əli Əleyhisselamın şəhadətində pis məclis qurur, səni orada, becan ki, səni bura gətirər, ora salır, sən orada oturmağın, əgər onlardan istifadə eləməsində bu özü haramdır. Bir nəfər gəlib deyir, İmam Sadiqin yanında, buyurur, mən çox günahkar bir adamam. Mənə bir yol öyrət, o günahlarımı tərk edeyim. Həzrət buyurdu, 5 dənə işi yerinə yetir, hansı günah istəyirsən gedirlər. Buyurdu, la tə'kul rizqəllah və əzlin maşir. Allahın ruzisindən yemə, hansı günah eləyirsən edən. O ruziyə barmağı qoy ki, denən bu Allahın neməti deyil. Tap elən ki, bir nemət sonra nə günah eləyirsən elə. Var elə bir nemət ki, Allahın neməti olmaya, Allahın ruzisi olmaya. İkinci, uxruz min vilayətindən və əznin maşir. Allahın vilayətindən, hakimiyyətindən kənara çıx, hansı günah eləyirsən elə. Utlub moziyən la yərakəllahu fiş və əznin maşir. Elə bir yer axtar ki, Allah Teala səni o yerdə görməsin. Hansı günah eləmişdir elə. Elə bir dənə yer axtar, qapalı yer olsun, Allah görməsin onu. Tapa bilərsiniz nəsə bir yer ki, Allah Teala bizi orada görməyə. Ardıyla buyurdu. Elə ki, Əzrail gəlir sənin canı almağa, əgər çox qolu qüvvətli oğlansan, Əzraili özündən dəf elə, qoyma sənin canı ala, ondan sonra nə günah eləyirsən elə. Məgər kiminsə həddi var, əcəli çatanda Əzraili özündən uzaqlaşdırar. O birisi də budur ki, deyir elə ki, səni cəhənnəmə salırlar, cəhənnəmə salanda, denən mən cəhənnəmə girmərəm.
Ondan sonra hansı günahı edərsən elə, var belə bir şey olmaz. Pəs imam ona istəyir deyək ki, bu cür xüsusiyyətlər ki vardır, hər bir ruzi Allah ruzusudur. Hər yerdə Allah Teala insanı görür. Cəbrail, Əzrail, Allahın müqərrəb mələkləri, yaxın mələkləri insanı görürlər. Ona görə də bu günah məsələsi ki vardır, insanların mənəviyyatını körladan əsas budur və kiçik günahlar da yığılıb böyük günahlar olar. Peyğəmbər bir yerdən keçirdi, dedi, gedin hər öz bir dənə odun gətirin, istəyir burada ot qalayaq. Sahabələr dedilər, ya Rasulallah, bura çöllü biyabanlı yerdir, burada odun yoxdur. Dedik, gedin, yığın, olar. Hərə getdi, bir dənə çöp gətirdi, bir dənə böyük tonqal qaladılar. Dedik, gördünüz, kiçik otlar yığdınız, çöplər yığdınız, balaca odunlar yığdınız, indi oldu böyük bir dənə tonqal. Günahlar da buzurdur. Kiçik günahlar yığılır, olur bir dənə böyük tonqal və insanı Allahdan uzaq salır. Söhbətin 3-cü hissəsi, amma bizi ki müsibətdir inşallah. Bu günləri Ali əleyhissalamın şəhadət günündən 3 gündür keçir. Bu günləri artıq Küfə şəhəri Əlisizdür. Bu günləri fəqir, o Əli ki taam verər.